Bəzən bir ideya qığılcım kimi doğulur və əgər o qığılcım insanlığa işıq saçmaq niyyətindədirsə, heç nə onu söndürə bilməz. O, kiçik bir otaqdan başladı, amma onun fikirləri divarları aşa bildi. Fikri sadə idi. İnsanlara kömək eləyən dərmanlar yaratmaq. Çünki əsl güc faydalı olmaqdan doğur. Zamanla o anladı. Sağlamlıq təkcə dərmanla deyil, maarifçiliklə də qorunur. Və belə doğuldu Tibb televiziyası. Biliklə müalicə eləyən bir ekran. Sonra o düşündü. Əgər insanlara sağlamlığı qaytaran bir məkan olsa, elə bir yer ki, orada bilik, mərhəmət və texnologiya birləşsin. Və belə doğuldu çox profilli klinika. Onun üçün hər ideya bir toxum idi. O, onları torpağa yox, insan ürəyinə əkdi. Çünki bilirdi, insanlığa fayda vermək, əbədi yaşamağın tək yoludur. Bugün onun doğum günüdür. Amma bu hekayə hamımızın həyatına toxunan bir işıqdır. Bəzən bir insan yüzlərlə həyat dəyişdirə bilər. Sadəcə faydalı olmağı seçməklə. İnsana faydalı olmaq ən böyük ixtiradır.